Aha, önemli 4 tane sual ile fürsət düşmüşkən bunların da həllərini verib istəyənlər faydalanarlar. Kökləri ilə AB olduğu üçün köklərin cəmi A üstəgəl B ifadənin içərisində verilib. Köklərin cəmi nə verirdi? Əks işarə ilə mənfi B bölü A-nı verirdi. Yəni mənfi 3A artı 2B-ni verirdi. Burada atanda bu tərəfə 4A bərabərdir B olur da elə bilirəm ki. Aha. Sonra köklərin hasili yəni A çarpı B nəyi verirdi? B minus 1 verirdi. Düzdür uşaqlar? İndi eee B'nin yerine 4A yazsam A vurulsun 4A beraberdir 4A çıxılsın 1'e. Bunu da bir tərəfə yığanda 4A kvadrat çıx 4A üstə gəl 1 bərabərdir 0'a. Bu da Leyla nədir? 2A çıxılsın 1'in karesidir. Düzdür ay uşaqlar? Bu da nə olur? Bəli. 2A bərabərdir 1'e. A da nəyə bərabərdir? 2 də 1'e. Üzr istəyirəm. Yəni 2 də 1'e. Burada belə yazmam lazım. A 2 də 1 tapdım, yazdım yerinə. İndi A 2 də 1 olanda B bərabər 4'ü vururam 2 də 1'e. O da nə eləyir? 2 eləyir. 2'ni də 2 də 1'e vuranda nə olacaqdır uşaqlar? 1, yəni A bəndi olacaqdır. Davam edirəm uşaqlar. Və bu günləri yaxşı təkrarlamış olduq. Yenə İkinci dereceden denklemlerden ne deyir? Köklerin cəmi. Hə, burada A üstəgəl B C verilir. Tamam mı? Köklerin hasılı verilir. Yani x1 vur x2 köklerin hasili nedir uşaqlar? 10'dur. Yani C bölü A 10'dur. Fikir versiniz mi uşaqlar? Köklerin cəmi mənfi B bölü A idi. Köklerin hasili C bölü A idi. X1 vur x2 de verilib də. Tamam mı? Buradan da ay uşaqlar C nəyə bərabərdir? 10A'ya bərabərdir. Düzdürmü? C'nin yerinə aparıb mən 10A yazanda A üstə gəl B bərabərdir C'nin yerinə 10A yazanda B nəyə bərabər olur ay uşaqlar? 9A'ya düzdür? Hə? 9A'ya. Tamam. 9A'nı burada yerine yazsam, köklerin cəmi bizə nə verir Əfrasiyab? Mənfi B bölü A'nı, yəni mənfi 9A bölünsün A'nı. A'lar da getdilər, nə qaldı? Mənfi 9, yəni C bəndi. Bu super sualı idi, həqiqətən də halal olsun bu sualı yazanlara. Başa düşdükmü? Ay şeydi, Nəzrin, Nərmin, Gülay, qızlar başa düşdünüzmü? Bəli, Əfrasiyab, öğretmenim. ağsaqqallar. Bəli, müəllim. Bəli, mənim aydın. Ha, məsələn, sizin 11, bunların ümumiyyətlə ikinci dərəcədə dəkləm sualları çox mükəmməldir. Məsələn, bunu eləyən var mı heç içinizdə? Bəli. Əslində heç bir şeydir bu. Kökləri P ilə Q olduğuna görə P'ləri aparıb yerinə qoyanda elə nə alınır? Pramay alınır. Yani bak şöyle bir şey diyebiliyor muyuz arkadaşlar? Bak birinci ile gelin axırıncını bir-birinə vuraq. Keçən dəfə sinifdə başqa uşaqlar da başqa bir şey deyirlər. P minus 1'dən P, yani bu P bunun köküdür da uşaqlar. Yəni aparıb x'in yerinə qoymaq olar. Burada nə alınır? P kvadrat çıxılsın 3P çıxılsın 4'ə. Baxın fikir verin. P kvadrat yerinə qoyanda P kvadrat çıxılsın 3P x'in yerinə də öz köküdür axı. Nə alınır? Mənfi 5 alınır. Düzdür? 5 o tarafa atandı. Mənfi 5 alınır. O tarafa atandı. Mənfi 5, mənfi 4 eləyir mənfi 9. Məsələn, burada da məsələn şey eləmək olar. P çıx 1'i P çıx 2'ye vuranda nə alınır? P kvadrat çıxılsın 3P üstə gəlinsin 2 alınır. Yenə P kvadrat çıx 3P. Bax burada da yerinə yazanda mənfi 5'e bərabərdir. Mənfi 5 üstə gəl 2 nə eləyir? Mənfi 3 eləyir. Fikir versinizmi? İndi bunları da bir-birinə vururam. Mənfi 9, mənfi 3 elədi 27. Tutabildiniz də söhbəti. Güya ki, indi kökün içərisində Leyla başqa bir həll verib. Həlli də onun içərisində verib. Anlatabildim nə demək istədiyimi? Bəli, müəllim. Yəni bəzən şagirdin məntiqini yoxlamaq üçün türklər YÖS imtahanında belə şeylər, yəni x1'in yerinə P, Q, A, B farklı harflar verirlər. Harfları da harfləyirlər belə. Aha. 12. Diskriminant deyir ki, burada K'ya bərabərdir. Öncəlikli olaraq gəlin, uşaqlar nə yapalım? Bunları orta mərəzi gətirək. X1, X2. Tamam. Yuxarıda nə alınacaq ay Leyla? Qızlar, X1'in kvadratı üstə gəlinsin nə? Direkt X2'nin kvadrat. kvadratı. Kvadrat.
bərabərdir. Burada da toplayanda x1 üstəgəlsin x2-nin kvadratı çıxılsın 2x1 x2. Aşağıda da x1 x2 yerində qalır. İndi çocuklar, gəlin yerinə yaz. X1 vur x2 nədir? K'dır da uşaqlar, düzdür, köklərin hasili. Mən bu K'nı yazdım buraya. Mən çıxılsın 2K'nı da yazdım buraya. X1 üstəgəlsin x2 də bizə nəyi verir? P'ni verir də, P'nin kvadratı P kvadrat. Hələ ki misal burada dayandı. İndi gəldik misalın şərtinə. Diskriminant nəyə bərabərdir uşaqlar? P kvadrat çıxılsın nəyə? 4AC-yə. Yəni mən B kvadrat deyim ki, qoy misal şey eləsin. İndi B nədir burada? P-dir, mənfi P-dir də bir yerinə qanda. P kvadrat çıxılsın 4 vurulsun A1 olduğuna görə 1 vurulsun K-ya. Tamam mı? Bu da nəyə bərabərdir uşaqlar? K-ya bərabərdir. Yazılı baxın, diskriminant K-ya bərabərdir. Deməli P kare nəyə bərabərdir uşaqlar? Bu tərəf atanda 5K-ya. Всё. Gətir burada yerinə yaz 5K-nı. 5K-dan Məhərrəm 2K çıxanda nə edir? 3K. Düzdür Məhərrəm? Bəli, K'lar bəli. da getdilər, nə qaldı? 3 qaldı. Yəni D bəndi.